Salam əziz tələbələr, bugünkü mövzumuz Azərbaycan Səfəvilər dövlətinin yaranmasıdır. Səfəvilər hələ 13-cü əsrdə Ərdəbildə dini təriqət olaraq yaranmağa başlamışdılar. Bu təriqətin başçısı Şeyx Səfiyyəddin İshaq Əl-Müsəvi Əl-Ərdəbilli olmuşdur. Deməli, Şeyx Səfiyyəddindən sonra bu təriqətə rəhbərlik etməyə başlamışdır Şeyx Cüneyd. Şeyx Cüneydin vaxtında Səfəvilərin Ərdəbildəki hakimliyi daha da güclənmişdir. Və Şeyx Cüneydin hakimliyinin güclənməsi yavaş-yavaş o dövrdə Azərbaycanda hakimiyyətdə olan Qaraqoyunluları və Şirvanşahları narahat etməyə başlamışdı. Buna görə də Qaraqoyunlu Cahanşah Şeyx Cüneyddən tələb etdi ki, Ərdəbili tərk etsin. Buna görə Şeyx Cüneyd Ərdəbildən çıxdı, Mesopotamiyaya, Misirə getdi. Bir müddət bu ərazilərdə gəzdikdən sonra Şeyx Cüneyd geri qayıtdı, Diyarbəkirə Ağqoyunluların yanına gəldi. Və Ağqoyunlularla qohumluq münasibətləri yaradan Şeyx Cüneyd daha da gücləndi və Şirvana, Dağıstan ərazilərinə yürüyüşlər etməyə başladı. Belə olan təqdirdə Şirvanşahlar və Qaraqoyunluların birləşmiş qüvvələri 1460-cı ildə Samur çayı sahilində Şeyx Cüneydlə döyüşə girdilər və bu döyüşdə Cüneyd öldürüldü. Bununla da Ərdəbillərin, Şeyx Cüneydin Ərdəbil hakimliyi başa çatdı. Şeyx Cüneyddən sonra bu hakimliyə, Ərdəbil hakimliyinə Şeyx Heydər rəhbərlik etməyə başlamışdı. Şeyx Heydərin zamanındakı bu dini təriqət artıq hərbi təriqətə çevrilməyə başladı. Hər bir şey hərbi qaydada təşkil olunurdu və Şeyx Heydərin zamanında Qızılbaş hərbi qüvvələri də yaradılmağa başlanmışdı. Şeyx Heydər də Ağqoyunlularla qohumluq münasibətləri yaratmışdı və Ağqoyunluların razılığı əsasında Şirvana, Dağıstan ərazisinə uğurlu yürüyüşlər etmişdi və bu yürüyüşlərdə böyük qənimətlərlə geri qayıtmışdı. Lakin Şeyx Heydərin nüfuzunun get-gedə yüksəlməsi artıq Ağqoyunluları narahat etməyə başladı. Buna görə də Ağqoyunlularla Şirvanşahların birləşmiş qüvvələri Şeyx Heydərə qarşı mübarizəyə başladılar və 1488-ci ildə Şeyx Heydər Şahdağı yaxınlığında baş vermiş döyüşdə öldürüldü. Deməli, Şeyx Heydərdən sonra, Şeyx Heydərin ölümündən sonra onun oğlanları Şeyx Sultanəli, İbrahim və İsmail anaları ilə birlikdə Şirazda İstəxir qalasına atılmışdılar. Lakin qısa müddət sonra Ağqoyunlu nümayəndələrindən olan Rüstəm hakimiyyətə gəlmək istəyirdi. Buna görə də onun Səfəvi qüvvələrinə ehtiyacı var idi deyə qardaşları qaladan, zindandan azad etdi. Və beləliklə Rüstəmlə Sultanəlinin birləşmiş qüvvələri ittifaq yaratdılar və Rüstəm Ağqoyunlu sarayında hakimiyyətə gəlməyi bacarmışdı. Lakin az sonra hakimiyyətini gücləndirən Rüstəm daha Şeyx Sultanəliyə ehtiyac duymurdu. Buna görə də Sultanəliyə qarşı müharibəyə başladı və 1494-cü ildə baş vermiş döyüşdə Sultanəli öldürüldü. Sultanəlinin ölümündən sonra onun qardaşı İsmail və İbrahim Səfəvi müridlər tərəfindən Ərdəbilə, oradansa Gilana aparılıb Mirzə Əlinin yanında gizlədildi. Çünki Səfəvilərin yeganə nümayəndələri bunlar qalmışdı və gələcəkdə Səfəvi hakimiyyətinin qurulmasında mühüm rolu bu İsmail və İbrahim oynaya bilərdilər. Sadəcə İbrahim xəstə idi və qısa zaman ərzində öldü. Artıq İsmail yetkinlik yaşına çatmışdı. Ağqoyunlu nümayəndələri bu vaxta qədər hər yerdə İsmaili axtarırdılar, lakin tapa bilməmişdilər və İsmail yetkinlik yaşına çatdığına görə artıq mübarizəyə atılıb, Ağqoyunlulara qarşı mübarizəyə başlamaq qərarına gəlmişdi. Buna görə də ilk öncə Ərdəbilə, oradan da Astaraya gəldi. Sadəcə Astarada qala bilmədiyinə görə Ərzincana getməli oldu. Və Ərzincanda İsmail müşavirə topladı. Bu müşavirədə Şirvanşahlar üzərinə hücum etmək qərarı alınmışdı. Beləliklə 1500-cü ildə Qızılbaş qüvvələri
Şirvanşahlar üzərinə hücum etdilər və 1500-cü ilin payızında Qızılbaşlarla Şirvanşahlar arasında Cabanı adlanan ərazidə döyüş baş verdi. Bu döyüşdə Şirvanşahlar çox ağır şəkildə məğlubiyyətə uğradılar. Daha sonra İsmailin qüvvələri hücumu davam etdirib Bakını tutdu və Şirvanşahların əsas xəzinəsi ələ keçirilmiş oldu. Qarşıda Gülüstan qalasının tutulması var idi. Sadəcə artıq İsmailin Şirvanşahlar üzərinə hücum etdiyini, onların məğlub olduğu xəbərini alan Əlvənd Mirzə İsmailin qüvvələri istiqamətində hücuma başlamışdı. Bu xəbəri eşidən İsmail öz silahdaşlarına Gülüstan qalasını mı, yoxsa Azərbaycanı mı istəyirsiniz deyə bir sorğu keçirmişdi və təbii ki, onlar da Azərbaycanı seçmişdilər. Buna görə Gülüstan qalasının mühasirəsi yarımçıq qalmış və Əlvənd Mirzənin qüvvələrini qarşılamaq istiqamətində hücuma başlamışdılar. Və nəticə etibarilə 1501-ci ildə Əlvənd Mirzə ilə İsmailin qüvvələri, Qızılbaş qüvvələri Şərur düzündə üz-üzə gəldilər. Qanlı döyüşdə Əlvənd Mirzə və onun qoşun hissələri ağır məğlubiyyətə uğradıldı. Bundan sonra İsmail Təbrizə daxil oldu, Təbrizdə özünü şah elan etdi və beləliklə Səfəvilər dövlətinin əsasını qoymuş oldu. Şah İsmail Səfəvilər dövlətini yaratdıqdan sonra deməli qarşıda dururdu Ağqoyunlu Murad Mirzəni məğlubiyyətə uğratmaq. Buna görə də Murad Mirzəyə müraciət etdi, onların qohumluq münasibətlərini xatırlatdı və təslim olmasını tələb etdi. Amma Murad Mirzə İsmailin bu tələbini rədd etdi, müharibəyə hazır olduğunu bildirdi və tərəflər arasında 1503-cü ildə Həmədan yaxınlığındakı Almaqulağı adlanan ərazidə döyüş baş verdi. Bu döyüşdə Sultan Murad ağır məğlubiyyətə uğradı. Bununla da Ağqoyunluların ikinci qolda süquta uğramış oldu. Və bundan sonra İsmail 1503-cü ildə İranı, İsfahanı, Qərbi İranı özünə birləşdirdi və 1508-ci ildə isə İraqi ərəb və Erməniyə bölgəsi də Səfəvilər dövlətinin tərkibinə qatılmış oldu. İsmailin digər əsas məqsədlərindən biri də Xorasan ərazisini ələ keçirmək niyyəti idi. Xorasan ticarət mövqeyinə görə çox əlverişli bir bölgə idi. Buna görə də İsmail özbəşlərlə Xorasan üzərində müharibəyə başladı və nəticə etibarilə 1510-cu ildə Xorasan üstündə başlanan müharibədə Şeybani xan məğlubiyyətə uğradıldı Mərv döyüşündə. Beləliklə Xorasan ərazisi də İsmail tərəfindən, Səfəvilər tərəfindən ələ keçirilmiş oldu. Səfəvlərin hakimiyyətinin ilk dönəmlərində deməli Osmanlıda hakimiyyətdə Sultan II. Bəyazid idi. Sultan II. Bəyazidin zamanında Səfəvi-Osmanlı münasibətləri yaxşı idi. Lakin 1512-ci ildə Şah İsmailin ordusu Malatyanı, Qarahisarı tutdu və həmin zamanda da Osmanlılar da Səlim hakimiyyətə gəlmişdi və bundan sonra da Səfəvilərlə Osmanlılar arasındakı münasibətlər gərginləşməyə başladı, müharibə həddinə çatmışdı. Deməli, Səfəvlərlə Səlim arasındakı müharibə 1514-cü ildə Makku ərazisində Çaldıran adlanan düzdə baş vermişdi. Hələ döyüş başlamazdan öncə Şah İsmailin silahdaşları ona müraciət edib hücuma gecə başlamağı təklif etmişdilər. Çünki Şah İsmailin ordusunun odlu silahı yox idi. Gecə hücuma keçmək onları odlu silahdan xilas edə bilərdi, qalib ola bilərdilər. Sadəcə İsmail, mən karvan basan quldur deyiləm deyərək bunu özünə sığışdırmadı və müharibəyə səhər başlayacağını bildirmişdi. Nəticə etibarilə 1514-cü ilin avqustunda Çaldıran düzündə başlanan müharibədə Səfəvi qüvvələri çox ağır şəkildə məğlubiyyətə uğramış oldular. Və Osmanlı qüvvələri uğur qazanmışdılar.
Təbrizi tutdular, qarət etdilər. Lakin Səfəvilərin hiyləsindən ehtiyat edərək Osmanlılar Təbrizdə çox qala bilməyib, geri qayıtmalı olmuşdular. Deməli, bu zaman dediyim kimi Səfəvilərin odlu silahı yox idi. İsmail hər zaman əlaqə saxlayıb Səfəvilərlə, Avropa dövlətləri ilə odlu silah əldə etməyə çalışırdı. Lakin bu heç bir uğurlu əməliyyat əldə edilməmişdi. Hətta Portuqaliya ilə saxlanılan əlaqələrdə Portuqaliya Səfəvilərin zəifləməsindən istifadə edərək onları aldatmış, odlu silahla təmin edəcək vədi vermiş. Lakin buna əməl etməmiş və Hörmüzdü 1515-ci ildə hiylə ilə ələ keçirməyi də bacarmışdı. Çaldıran döyüşündən sonra İsmail bir daha özünə gələ bilmədi, müharibələr olmadı və 1524-cü ildə İsmail vəfat etdi. İsmailin vəfatından sonra hakimiyyətə onun oğlu 1-ci Təhmasib gəldi. Təhmasib 1524-1576-cı illərdə hakimiyyətdə olmuşdu və Təhmasibin dövründə hakimiyyət daha da güclənməyə başlamışdı. Təhmasib 1538-ci ildə Şirvanşahların varlığına son qoydu və Şirvanşahlar dövləti Səfəvilərə birləşdirildi. 1551-ci ildə isə Təhmasib Şəkini də ələ keçirməyə başardı və bununla da bütün Azərbaycan Səfəvilərin hakimiyyəti altında birləşdirilmiş oldu. Şah Təhmasib Təbriz paytaxt köçürməsini həyata keçirdi. Çünki Təbriz Osmanlılarla sərhəddə yaxın bir bölgədə yerləşirdi, təhlükə altındaydı. Buna görə də 1555-ci ildə paytaxtı Təbrizdən Qəzvinə köçürdü. Digər tədbirlərindən biri də 1565-ci ildə tamğa vergisinin ləğv edilməsi olmuşdu. Bu tamğa vergisi Monqollardan qalma bir vergi idi, ticarətin də inkişafına maneçilik törədirdi. Buna görə də 1565-ci ildə Təhmasibin göstərişi ilə bu vergi də ləğv edilmiş oldu. Təhmasibin dövründə ölkə Osmanlıların hücumlarına məruz qalmışdı. Sultan Süleyman Qanuninin ölkə üzərinə 4 böyük yürüyüşü olmuş, 1534, 1535, 1548 və 1554-cü il yürüyüşləri baş vermişdi. Və bu yürüyüşlər zamanı Təhmasib yandırılmış torpaq taktikasından istifadə etdi. Osmanlı sərhəddindən Təbrizin içərilərinə qədər yol boyu bütün ərazilər yandırılmış, su quyuları doldurulmuşdu və beləliklə Osmanlıların əlinə keçə biləcək bir səncə ot belə qalmamışdı və uzun yol qət edən Osmanlılar irəlidə onların nələrin gözləyəcəyini bilmədiklərinə görə geri qayıtmaq məcburiyyətində qalmış oldular. Və 1554-cü ildə Süleymanın 4-cü yürüyüşündən sonra artıq Osmanlılarla Səfəvilər arasında müqavilə imzalanmışdı. 1555-ci ildə Amasya adlanan bu müqavilədə bölgəyə əsasən Qərbi Ermənistan və Qərbi Gürcüstan Osmanlılara verilmiş, Şərqi Gürcüstan və indiki Ermənistan Səfəvilərə verilmişdi. Şah Təhmasibin ölümündən sonra hakimiyyət zəifləməyə başlayır. Deməli, 1576-cı ildə Şah Təhmasib vəfat edir, ondan sonra hakimiyyətə gəlir. Oğlu İsmail, 2-ci İsmail taxta əyləşir, lakin 2-ci İsmailin hakimiyyəti çox uzun müddət davam etmir və 1577-ci ildə onun hakimiyyəti sonlanır. Və 1577-ci ildə Səfəviləri idarə etməyə başlayacaq Məhəmməd Xudabəndə. 1577-dən 1587-ci ilə qədər hakimiyyətdə olan Məhəmməd Xudabənin dövrü Səfəvilərin zəifləmiş tənəzzül dövrünə təsadüf edir. Xudabəndənin dövründə Osmanlılarla və Osmanlıların ittifaq yaratdığı Krım türklərlə aparılan mübarizələrdə Səfəvilər xeyli zəifləyir, xeyli ərazilər itirir və nəticə etibarilə artıq Məhəmməd Xudabəndənin hakimiyyətinə güvən qalmamışdı və Şamlı, Rumlu, Ustaçlı tayfaları hər vəclə
Şah Abbası hakimiyyətə gətirmək uğrunda çalışırdılar və buna da nail olmuşdular və 1587-ci ildə Səfəvilər dövlətinə Şah Abbas başçılıq etməyə başlamışdı. Şah Abbas gələndə dövlət çox zəifləmiş halda idi, tənəzzül dövründə idi və Şah Abbas qarşısına bir neçə məqsədlər qoymuşdu. Mərkəzi hakimiyyəti gücləndirmək, itirilmiş torpaqları geri qaytarmaq, Hörmüzdü Portuqaliyalılardan geri qaytarmaq. Bunun üçün isə sadəcə sakitliyə ehtiyac vardı. Buna görə Şah Abbas Osmanlılarla müqavilə imzalamaq məcburiyyətində qaldı və 1590-cı ildə tərəflər arasında İstanbul sülh müqaviləsi imzalandı. Sülh müqaviləsinə əsasən Səfəvilər çox böyük ərazilər itirdilər. Səfəvlərin əlində sadəcə Ərdəbil, Xalxal, Qaracadağ və Lənkəran bölgələri qalmışdı. Lakin bu müqavilədən sonra bu şərait yaratdı ki, Şah Abbas deməli öz islahatlarını keçirsin, dövləti gücləndirmə tədbirlərini rahat bir şəkildə görə bilsin və ölkədə vergi islahatı keçirdi, hərbi islahat keçirdi, hərbi qoşun hissələri yenidən qruplaşdırıldı və nəhayət paytaxt dəyişikliyini də gerçəkləşdirdi. 1598-ci ildə Şah Abbas ölkənin paytaxtını Qəzvindən İsfahana köçürmüş oldu. Və ordu islahatına əsasən qızılbaşlar, tüfəngçilər, topçular, qulamlar olaraq qruplaşdırılmışdı ordular. Bununla da Səfəvi ordusu daha da güclənməyə başlamış oldu. Artıq Şah Abbas məqsədinə nail ola bilmiş, dövləti və ordunu qüdrətləndirmiş və artıq Osmanlılarla müharibəyə hazır vəziyyətə gəlmişdi. Amma qarşıda Xorasan məsələsi də var idi. Buna görə 1598-ci ildə Səfəvilər yenidən özbəşlərlə mübarizəyə başladılar və Xorasan yenidən geri qaytarılmış oldu. Artıq Şah Abbas Osmanlılarla müharibəyə hazır bir vəziyyətdə idi. Buna görə 1603-cü ildə Abbas ilk öncə Təbriz istiqamətində hücuma başladı. Təbriz Osmanlı qüvvələrindən azad edildi. Daha sonra 1604-cü ildə İrəvan, Naxçıvan, Ordubad, Culfa əraziləri də Osmanlı qüvvələrindən təmizlənmişdi. Daha sonra yürüyüşü davam etdirən Abbas 1606-1607-ci ildə Gəncədir, Şamaxıdır, bu kimi bölgələrdə Osmanlı qüvvələrindən azad etməyi bacarmışdı. Və 1612-ci ildə tərəflər arasında Sərabda anlaşma imzalandı. Sərab müqaviləsinin şərtləri Amasyanın şərtləri ilə eyni idi, yəni Amasya müqaviləsini yenidən təsdiqlənmiş oldu. Deməli, Abbasın hücumları zamanı Dərbənd və Ordubad göstərdikləri mübarizə əzminə görə Abbas tərəfindən vergilərdən azad edilmişdilər. Sərab anlaşması qısa müddət sonra Şah Abbas tərəfindən pozuldu və Səfəvilərlə Osmanlılar arasında müharibənin ikinci mərhələsi başladı. Lakin bu müharibə Osmanlılar üçün heç də uğurlu alınmadı və 1618-ci ildə baş vermiş Sınıq körpü döyüşündə Osmanlılar çox ağır şəkildə məğlubiyyətə uğradıldılar və yenidən tərəflər arasında müqavilə imzalandı. 1618-ci ildə Mərənd anlaşması adlanan bu müqavilə yenə də Sərab sülhünün bütün şərtlərinin təsdiqlənməsi ilə razılaşılmış oldu. Daha sonra Şah Abbas Bağdada, Kərbəla, Nəcəf və digər ərazilərdə fəth etməyi bacarmışdı. Şah Abbasın xarici siyasətində əsas məsələ Hörmüz boğazını geri qaytarmaq idi. Bayaq qeyd elədiyim kimi Portuqaliya tərəfindən 1515-ci ildə işğal edilmişdi və buna görə də ingilislərlə müqavilə imzalamaq məcburiyyətində qalmışdı və bunun sayəsində ingilislərin köməkliyi ilə də Hörmüzdü geri qaytaracaqdı. Nəticə etibarilə 1622-ci ildə Şah Abbas Hörmüz boğazını yenidən Səfəvilərə qaytarmağa nail ola bilmişdi. Səfəvilərlə Osmanlılar arasındakı münasibət yenidən gərginləşməyə başladı və 1629-cu ildə
o Səfəvilər tərəfindən Osmanlılara qarşı müharibə elan edildi və bu müharibədən qısa müddət sonra 1-ci Şah Abbas öldürüldü. Və Şah Abbasın ölümündən sonra hakimiyyətə Səfəvilərdə Şeyx Səfi gəldi 1629-cu ildə və Şeyx Səfinin dövründə artıq Osmanlılarla olan münasibətlər, müharibələr dayandırıldı və 1639-cu ildə tərəflər arasında sülh müqaviləsi imzalandı. Qəsr-i Şirin anlaşmasına əsasən deməli Səfəvilərin Osmanlılarla olan müharibələr dayandı və nəticə etibarilə Cənubi Qafqaz 17-ci əsrin ikinci yarısında qismən də olsa sabitlik dövrünə qədəm qoydu və bu sabitlik dövrü də bu ərazilərdə gətirib inkişafa, iqtisadiyyatın canlanmasına təkan vermiş oldu. Diqqətiniz üçün təşəkkür edirəm əziz tələbələr.